Elçin, Parisdə avtomobil qəzası. Hekayə, 6-cı sonuncu hissə. Həmin avqust günü axşam çağı idi. Kərim müəllim şəbənddə oturub çay içirdi və fikirləşirdi ki, sabah sübh tezdən durub bazara, dükana yox, əlaqədar idarələri getməlidir ki, Paris səfərini, kağız-çuğaz işlərini həll etsin. Və məktəbdəki müəllimlərin sifətləri bir-bir gəlib dururdu Kərim müəllimin gözlərinin qabağında və bu sifətlərdəki açıq-aşkar heyrət doğrusu Kərim müəllimin xoşuna gəlirdi. Zəhrə mətbəxdə qabları yuyurdu və yuya da fikirləşirdi ki, səhər durub halva çalmaq lazımdır və kişinin yoluna halva qoymaq lazımdır. Çünki halva elə şeydir ki, heç vaxt xarab olmur. Özü də adam doyuzduran şeydir. Yoxsa ki, qərib ölkədir. Nə bilirsən, nə verəcəklər yeməyə? Deyirlər ki, Fransada ilbiz yeyirlər. Hələ deyirlər ki, eşşək əti də yeyirlər. Hamlet acıq eləyib çıxıb getmişdi və deyirdi ki, axşam gəlib çamadanını götürəcək və ümumiyyətlə bu evdən bir yolluq gedəcək. Amma hamı yaxşı bilirdi ki, birazdan Hamlet gəlib mətbəxdə oturacaqdı və axşam yeməyini yeyəcəkdi. Çünki Hamletin beləcə küsüb getməyi çox olmuşdu və həmişə acanda da geri qayıtmışdı. Züleyxa yenə də böyük otaqda divanda uzanıb o gözəl gündəliyi oxuyurdu və indi tamamilə həmin gündəlikdəki çılğın hisslər aləminin içində idi. Və o yerdə ki, Züleyxa səliqə ilə gündəliyi səhifəsinə tikilmiş qoşa kino biletini gördü, özünü saxlaya bilmədi, bir-iki dəfə hıçqırıb için-için ağladı. Çünki rəfiqəsi sevdiyi o vəfasız oğlanla sonuncu dəfə bu biletlərlə kinoya getmişdi və bu biletlər indi həmin məhəbbətin sonuncu yadigarı idi. Şərqiyə bayaq yarpaq dolması yediklərimizin üstünə şal salıb uşağın əskilərini ütüləyirdi. Uşaq balaca taxta çarpayısında uzanmışdı və yenə də əllərini gözlərinin qabağında oynadırdı. Bu vaxt qapının zəngi çalındı, Kərim müəllim gəlib qapını açdı. Poçtalyon idi, Kərim müəllimə telegram verdi və kağızına qol çəkdirib getdi. Kərim müəllim əlində tutduğu teleqramı oxudu, sonra bir də oxudu. Telegram Salmandan idi. Yazırdı ki, narahat olmayın, xəstəxanadan çıxıram və heç kimin də Parisə gəlməyinə ehtiyac yoxdur. Züleyxa zəngin səsinə gündəlikdən ayrılıb durub qapının yanına gəlmişdi və Kərim müəllimdən heç nə soruşmadı. Telegramı alıb özü oxudu və dedi: "Axmaq Salman, mən onun yerinə olsaydım indi hamınızı gətirtmişdim Parisə." Kərim müəllim otağa tərəf gedə-gedə fikirləşdi ki, gərək bayaq təklif eləyəydi ki, Parisə Nuridə getsin. Amma qanadına baxmamışdı ki, nə biləydi ki, axırı belə olacaq. Sonra Kərim müəllim nəvəsinin çarpayısının yanında ayaq saxladı. Uşaq gözlərinin qabağında oynatdığı əllərinə baxırdı. Sonra Kərim müəllimə baxdı, yenə də əllərinə baxdı və birdən-birə bərkdən ağlamağa başladı. Kərim müəllim qalın qaşlarını çatdı. Başladı yenə çığırmağa, dedi. Züleyxa etiraz edir də, dedi. Kərim müəllim qalın qaşlarını çatdı. Nə etiraz? Kimə etiraz edir? Züleyxa, elə bizim hamımıza, dedi. Sonra güldü. Protest eləyir bizə. Sonra da böyük otağa qayıtdı ki, ona açan məhəbbətin sonuncu yadigarı olan qoşa biletə yenə də tamaşa eləsin. Kərim müəllim qızının sözlərindən bir şey başa düşmədi. Gəlib pəncərənin qabağında dayandı və qarşıdakı bağa baxdı. Təqaüdçülər oturub domino və nərd oynayırdılar və xəbərləri yox idi ki, bugün səhərin göz açılmamış sanitarlar bu bağdan neçə sahibsiz it apardılar. Sonra Kərim müəllimin yadına düşdü ki, şəhər sovetinə məktub yazmalıdır və bugünün işini sabaha qoymaq lazım deyil. Qələm kağız götürüb mizin arxasına keçdi, amma uşaq çox bərk ağlayırdı və Kərim müəllimin fikirlərini dağıdırdı. Uşağı kiritmək olmadı. Gecə yorulub yatana qədər ağladı.